Rəhman və Rəhim olan Allahın adıyla. Əziz müsəlmanlar, gözəl dostlar, indi Ət-Tin surəsini zikr edək. Allahımızın bizə buyurduğu kimi Allah zikr edək. Ya Rəbbim, bizə səni zikr etmək, sənə şükür etmək və sənə gözəl-gözəl ibadət etməyimiz üçün yardım et. Amin ya Rəbbim, amin. Çox gözəldir. Qurban olma Allah'ıma. Sevinirəm. Xoşbaxt oluram ki, qurban olma Allah'ıma. Quranı əlimə alanda, oxuyanda, valla o qədər Allahımdan məmnunam, o qədər xoşbaxt oluram ki, bunu Quranı bizə nazil, yəni göndərdiyi üçün, Peyğəmbərimizə nazil etdiyi üçün sonsuz şükürlər olsun Allah'ımıza. Ya Rəbbim, Ya Rəbbim, qurban olun, bizi zikr əhlindən elə. Amin. Sənin yolundan ayrılmayaq inşallah. Elə adamlar deyir ki, Allah'ım bizi öz yolundan ayırma. Bəyəm Allah kimisə öz yolundan ayırır. Allah'a o cür müraciət eləmək lazım deyil. Demək lazım ki, Allah'ım bizim sənin yolundan ayrılmamamıza yardım et. Amin cümləmizin amin. Ət-Tin surəsi. Rəhman və Rəhim olan Allahın adı ilə. And olsun əncirə və zeytuna. Deməli, Allahımız and içirsə bir şeyə, orada xeyirli bir şey, yəni qiymətli. Allahın hər yaratdığının öz mənası var bu öz yerində. Ancaq əncir və zeytun həqiqətən də elmdə sübut olunub ki, çox xeyirli bir şeylərdir. And olsun Tur dağına. Allah Teala Musa Peyğəmbərlə Tur dağında danışmışdı. And olsun bu təhlükəsiz şəhərə ki, yəni Məkkəyə. Biz insanı ən gözəl biçimdə yaratdıq. Həqiqətən də. Baxın, heç görmüşsünüzmü başından ayaq çıxan adam? Yaxud deyirləri, kim deyir, onda Darwinizmi təbliğ edənlər deyir. Darwin özü ölümünə yaxın, yəni müsəlmanlar qəbul eləmişdir. Amma öləndə qəbul eləmək indi Allah deyir o necə olur. Yəni qəbul olunmur. Kafir gərək öləndə dua, yəni əgər öləndə Firon kimi iman gətirirsə bu qəbul olunmur. Və deyim ki, o buyurur, Allahımız buyurur ki, biz insanı ən gözəl biçimdə yaratdıq. Darwinizmdə olduğu kimi əgər biz təkamül təlimində yaxud bizdən birə nəsə ondan bundan yaranmışıqsa, güya meymundan, yaxud təsadüfi filan şeylər əmələ gəlsə, onda ayağımız başımızda olardı. Buradan, nə bilim, qolumuz çıxardı qulağımızdan, qulağımız olardı, nə bilim, böyrəyimizdə. Yəni, belə şeylər görünürmü? Yox. Allah şəxs olan adamları da içələ yaratmayıb. Yəni, Allah yaratdığı çox gözəldir və həqiqətən də Allah insanı çox gözəl bir biçimdə yaratdı. Sonra da onu qaytarıb rəzillərin rəzili edərik. Allah heç kəsi, bu mütəşabih ayədir, Allah heç kəsi rəzil etmir. Sadəcə pis əməllərinə görə rəzil olanlar var. Allah mütəşabih ayənin ardınca, yəni açıqlayanı olan ayənin ardınca açıqlayanını verirdir. İndi oxuyun, bax. Sonra da onu qaytarıb rəzillərin rəzili edərik. Yalnız iman gətirib, yaxşı əməllər edənlərdən başqa. İman gətirdinsə, əgər yaxşı əməl etdinsə, imanına küfür, zülüm qarışdırmadınsa, rəzili olmayacaqsan. Ay insan, həmçinin mən. İnşallah, amin. Həmən yalnız iman gətirib, yaxşı əməllər edənlərdən başqa onları minnətsiz, yəni saysız hesabsız mükafat gözləyir. İman gətirmək üçün nə lazımdır? İman gətirmək üçün, yəni iman gətirdim deməklə deyil. Yəni insan iman gətirmək üçün, yəni birinci otağa keçmək üçün gərək qapını döyəsən də. Yəni döyəsən, qapını açaraq sonra keçəsən. Ona görə də hamımız günahkar bəndələri. İnsan bilirik ki, günahlarına görə əgər cəzalandırılsaydı, bu da Quran ayəsi, gərək hamı Peyğəmbərlər qarşı cəhənnəmə düşər. Yəni Allah deyir ki, bütün hamını gərək cavabın cəhənnəmə.
Ancaq Allah bağışlayır günahları, əgər biz tövbə edəriksə. Tövbə də o deməkdir ki, yəni bağışlanma diləyiriksə Allahdan, səmimi, gözəl, peşman və günahımıza qayıtmamaq şərti ilə biz o cür ürəkdə olarıqsa, əgər tövbə edəndə, bəli, Allah bağışlayır, yəni qapını döymək, yəni tövbə edib, bağışlama diləyib, sonra iman gətirmək lazımdır. Bir günahkar bəndə otursa ki, iman gətirdim, heç onu, yəni qapını döysün, sonra keçsin də içəri. Hər şeydə qayda qanun qoyub Allah Teala. Allah Teala dünyanı yaradarkən bir nizam-intizamlı sistem üzrə yaradı. Buna görə də hər şeydə bir qayda qanun var, hər şeyin mənası var. Heç nəyi Allah boş yerə yaratmayıb. Deməli, iman gətirib yaxşı əməl edənləri minnətsiz, saysız hesabsız mükafat gözləyir. Yaxşı əməl edənləri və iman gətirdin, sonra yaxşı əməl etməsin ömrünün axırına qədər. Ay, iman gətirmişəm, mən iman gətirənlərdənəm deməklə deyil. İmanı zülm qarışdırmaq olmaz. Deməli, Allahımız buyurur ki, 8 ayədir, 7-ci ayədəyəm. Ey kafir insan, bu qədər öyüd nəsiyyətdən sonra səni dini haqq hesab gününü, yəni haqq hesab gününü də yalan saymağa vadar edən nədir? Haqq hesab gününü elə adamla deyir ki, var sayacaq. Necə yəni var sayacaq? Bəs bu Quran kitabı nəyə anladır? Haqq hesab gününü anlatmırmı? Cənnət, cəhənnəm var sayacaq deyir. Olmaz, mən vaxt eləmirəm, qınamayım deyil adamları. Sadəcə elə adamlar çox bir asanlıqla danışırlar, lakin cəhənnəmə dözmək mümkün deyil. Orada cəhənnəmə düşən əbədi yanır orada və özünə orada ölüm arzulayır ki, ölsün, canı qısarsın, ancaq ölmür, canı da qutarmır, əbədi cəhənnəm. Əbədi cənnətə düşmək üçün iman gətirir, yaxşı əməllər etmək lazımdır və 8-ci ayəni oxuyun. Allahımız sonuncu ayə. Məgər Allah hakimlərin hakimi deyilmi? Ən ədalətli, ən üstün hakim deyilmi? Yəni, hakimlərin hakimi deyilmi Allah? Allah, hakim olan Allah, həm də vəkildir. Sevirəm bu kitabı, inşallah yenə oxumaq qismət olsun. İstəyirsiniz bir surədə oxuyun. İnşallah Nəs surəsini oxuyun. Nas surəsi. Bu Ən-Nas surəsi, insanlar surəsidir. İndi baxaq. Deyil, pənah aparıram insanların Rəbbinə, insanların hökümdarına, insanların ilahına, pənah aparıram insanların Rəbbinə, insanların hökümdarına, insanların ilahına, insanların ürəklərinə vəsvəsə salan sinsi şeytanın şərrinə, hansı ki insanlardan doğur, cinlərdən. Pənah aparın sizdə Allah. Şeytanlardan. Sağ olun.